Ziba, kızım yorulmadın. Gel eve de bala. Bəsdir. Gel. Yaxşı ana. Biraz məşq edim gələrəm evə. Ay kızım gel bir nefes al da. Yorgunluğun çıksın sonra yine devam eləyərsən. Gel kızım gel yemek ye. Gel mənim balam gel. Tez. Tez gel eve. Yox ana, yorulmamışam. Biraz məşq edim gələrəm evə. Axı yarışım var. Əfsanəvi atletimiz Ziba Ələsgərovanın uğur hekayəsi Əmircan qəsəbəsinin bu küçələrindən başlayıb. Sadə ailədə böyüyən bu qız nurlu işıqlı yolların yol yoldaşı idi. Məqsədinə doğru yorulmadan irəliləyirdi. Nəhəng arenalarda, möhtəşəm stadionlarda çıxış etmək, fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq onun ən böyük arzusu idi. Ancaq Ziba yaxşı bilirdi, bu heç də asan olmayacaq. Bilirdi ki, zirvəyə gedən yol zəhmət, əzm və iradə tələb edir. Bununla belə inanırdı. İnanırdı ki, vaxt gələcək, finiş xəttinin lentini hamıdan tez keçəcək. Ziba Ələsgərova 1937-ci ildə Bakının Əmircan kəndində dünyaya gəlib. Ailənin son beşiyi olub. Uşaqlıqdan idmana böyük maraq göstərib. Məktəb illərində fiziki hazırlığı ilə fərqlənib. Bu baxımdan öz yaşıdları arasında açıq-aşkar seçilib. Elə bu xüsusiyyətlər onun idman karyerasının möhkəm bünövrəsinə çevrilir. Atletika ilə məşğul olan Zibanın hədəfləri isə saya ölçüyə sığışmırdı. Onlar gənc idmançını xəyalən ölkənin hüdudlarından uzaqlara aparırdı. Məşqlərin gərginliyi, qarşılaşdığı çətinliklər onu inadından döndərmədi. Ziba geri çəkilmədi. Yaxşı nəticələr əldə etmək üçün əzmlə çalışdı. Nizə atma, hündürlüyə tullanma və qısa məsafələrə qaçışda uğur qazandı. İdman aləmində tanınmağa başladı. Mütəxəssislərin diqqətini cəlb etdi. O dövrün görkəmli məşqçilərindən biri Əfqan Səfərov Zibanı öz bölməsinə dəvət etdi və qətiyyətlə bildirdi ki, bu balaca qız tezliklə dünyanın ən məşhur atletlərindən olacaq. Sovet dönəmində çox çətin edir bir xanım üçün hər hansı bir uğura nail olmaq və bu dönəmdə biz Ziba xanımı hər zaman dəmir, intizamlı bir xanım kimi, böyük iradəyə sahib olan bir xanım kimi belə təqdim edirik. Çünki Ziba xanım intizamlı, nizamlı, eyni zamanda çox vətənpərvər və öz dövlətinə, millətinə bağlı, çox savadlı və həqiqətən böyük bir iradəyə, milli ruha sahib bir xanım idi. Bunlar olmasaydı, o əldə etdiyi o uğurlara sahib ola bilməzdi. Bəlkə xəstə olub. Elə olub ki, həkim müalicədən sonra ona deyib ki, idmanla məşğul olmalısın sən. Ona görə də onu idmana veriblər, yüngül atletika ilə məşğul olub. Əvvəlcə o 400 metrlik, 200 metrlik, sonra 400 metrlik məsafələrə qaçışda hələ yüksəlib. Ziba xanımın bəxt onda gətirmişdi ki, onu ən yaxşı məşqçi düşmüşdü. Sovet ölkəsində, xaricdə çox məşhur tanınan bizim Əfqan müəllim Səfərov, o məşqçisi oldu. Əfqan müəllim Səfərovun tələbələri dünya rekordçuları, olimpiya oyunların mükafatçıları və s. idi. Əfqan müəllimlə Ziba xanımın birgə çalışması tandem deyirlər buna və çox böyük ona görə nəticələr verdi. Bildiyiniz kimi bir idmançı istedadı olmaqla olmur, gərək onun yanında yaxşı müəllimi də olsun. Ona görə də hər ikisinə, necə deyərlər, bəxtəri gətirmişdi. Bir yerdə çalışmışdılar. Ziba, bilirsənmi, uğura gedən yol heç də asan deyil. Səni qarşıdan çətin məşqlər gözləyir. Sən bütün bunları tab gətirib biləcəksən? Hə, əlbəttə. Mən hamısını bilirəm. İdman mənim həyatımdır. Bir də Ziba, sən onu bilməlisən ki, sürətdən savayı sən səbirli, təmkinli olmağı öyrənməlisən. Əks halda istədiyin nəticəni əldə edə bilməyəcəksən.
Yaxşı? Bildim. Uğurlar. Yaxşı, əla. Sürətin yaxşıdır, ancaq kifayət deyil. Elə bil ki, yarış qabağı biraz həyəcanlısan. Çalış bütün fikirləri başından çıxart. Hamısını yönət keçidlərə, sürətli keçidlərə. Mütləq yarışlarda sən qalib gəlirsən. Yaxşı? Düzdür. Mən qalib olacağam. Bunu bacaracağam. Uğurlar. Əfqan Səfərov təkcə məşqçi deyildi, o həm də çox yaxşı hami psixoloq idi. İdmançının ürəyindən keçənləri çox yaxşı duyurdu. O, Zibanın gələcək həyatını müəyyənləşdirdi. Əfqan Səfərovun rəhbərliyi ilə gənc atlet artıq öz potensialını nümayiş etdirə bildi. Gərgin məşqlər tezliklə öz bəhrəsini verdi. Respublika miqyaslı iri yarışlarda iştirak edən Ziba Ələsgərova ilk uğurlarını və qələbələrini qazandı. Əmircanlı bu qızın qazandığı nailiyyətlər təkcə onun deyil, yaşadığı mühitin, ailəsinin və müəllimlərinin zəhmətinin bəhrəsi idi. 100 və 200 metrə məsafəyə qaçışda Ziba xanım Azərbaycan rekordçusu olmuşdur və bu hardasa 1957-66-cı illər dönəmində olmuşdur. 10 ilə yaxın deyərdim hardasa bir müddətdə Ziba xanım bu adı öz üzərində saxlaya bilmişdir. O zaman üçün inanınız ki, bu o qədər çətin nailiyyətlər idi və bunları qazanmaq üçün həqiqətən və mən deyərdim sprinter qaçışını biz saniyələrin uğuru adlandırırıq. Yəni o saniyədə uğur qazana bilir. Və həmin uğura nail olmaq üçün bir idmançı o qədər əzmkarlıq göstərməlidir, məqsəd yönlü olmalıdır, iradə nümayiş etdirməlidir ki, həmin bir uğuru imza atsın. O dövrün çətinliklərinə baxmayaraq, Ziba Ələsgərova bir addım da geri çəkilmədi. Əksinə, fərqlənmək və seçilmək istəyi ilə daim irəli can atdı. İdman onun həyat tərzinə çevrilmişdi. Ziba qısa məsafələrə qaçış üzrə Respublika yarışlarında ardıcıl 10 dəfə çempion adını qazandı. O artıq yalnız Azərbaycanda deyil, bütün ittifaqda ən yaxşı sprinterlərdən biri sayılırdı. Onun nailiyyətləri yalnız Respublika hüdudları ilə məhdudlaşmadı. 1963-cü ildə keçmiş SSR komandasının tərkibində Ziba Ələsgərova, Galina Popova, Lyudmila Samatozova və Maria Itkina ilə birgə Moskvanın Lujniki stadionunda 800 metr məsafəyə estafet yarışını 1 dəqiqə 34,7 saniyəyə qət edərək dünya rekordunu təzələdi. O, Azərbaycanda belə bir uğur qazanan ilk atlet olub. Bununla da Ziba xanım Respublikamızda qadınlar arasında ilk dünya rekordçusu kimi tarixə düşüb. Mahir atlet həmin nailiyyətinə görə idman ustası fəxri adına layiq görülmüşdür. 1964-cü ildə isə Ziba Ələsgərova 400 metr məsafəyə estafetdə də SSR çempionu adını qazanmaqla Azərbaycanda atletikanın inkişafına yeni təkan verdi. O elə bir insan idi ki, yəni qarşısına məqsəd qoydusa, o məqsədə çatmalı idi. Çox sevirdi. Həm riyaziyyatı çox sevirdi, həm idmanı çox sevirdi. O qarşısına məqsəd qoyubsa, mən bu yarışı udmalıyım, həmin o yarışı da udub. Mən onu görməmişəm, məsəl üçün ki, o uduzub hansısa bir yarışdan, o belə keyfi biraz belə pis gəlsin, yox, elə bir şey olmayıb. Mən eşidənlərdən bilirəm ki, elə bir hadisə olmayıb. O həyatda dəl olub. İstədiyi məqsədə yetişən adam olub. Ziba Ələsgərova həm idman rekordları, həm də elmi nailiyyətləri ilə tanınıb. İki müxtəlif sahəni, idmanı və elmi uğurla birləşdirən nadir atletlərdən biri olan Ziba Ələsgərova həm də pedaqoji fəaliyyətlə məşğul olub. O, idmanla riyaziyyatın bağlılığına çox inanırdı. Çünki hər iki sahə dəqiqliyi sevirdi. İnanırdı ki, düzgün qurulan strategiya və zamanlama həm elmdə, həm də idmanda uğurun əsas açarıdır. Ziba xanım çox çalışqan, ciddi, nə önünə qoyulursa onun üzərində çox işləyirdi. Yaxşı da işləyirdi. Ona görə də belə böyük nəticələr əldə etmişdi. İdmandan başqa Ziba xanım həm də elmdə
önünə qoyduğu bütün məsələləri həll edir. Fizika, riyaziyyat elmləri namizədi müdafiə edib. Çox ciddi onun tələbələri həmişə ondan çəkinərdilər. Çox ciddi müəllimə idi və çox ciddi də öz üzərində işləyirdi. Зибу Алескерову я застал где-то лет 10, с ней вместе работал. Известная спортсменка была в бывшем СССР. И плюс еще она как спортсменка, еще и была известная математик. Хороший человек. Я только могу сказать о ней хорошие слова. O məktəbi qutaranı bitirəndən sonra Azərbaycan Dövlət Universitetinin Riyaziyyat və Fizika Riyaziyyat fakültəsinə daxil olur. Həmin o Fizika Riyaziyyat fakültəsini bitirəndən sonra da dosent vəzifəsinəcən yüksəlib. Ziba Ələsgərova 1966-cı ildən keçmiş Neft-Kimya İnstitutu, indiki Neft və Sənaye Universitetində dərs deyib. Ondan artıq elmi, metodik vəsait hazırlayıb. Məktəblilər üçün riyaziyyat dərsliyinin tərtibində iştirak edib. 200-dən çox elmi məqalənin müəllifi olub. 1975-ci ildə fizika riyaziyyat üzrə fəlsəfə doktoru adına yiyələnib. Pedaqoji fəaliyyətlə məşğul olan Ziba xanım uzun illər yüzlərlə mütəxəssisin formalaşmasında mühüm rol oynayıb. O, dərslərində yalnız nəzəri biliklərlə kifayətlənmir, həyat təcrübəsini də tələbələri ilə bölüşürdü. Onlara yalnız riyaziyyatı yox, həm də həyatda qalib olmağın yollarını öyrədirdi. Uşaqlar, bu düstura xüsusi diqqət yetirin. Kiçik bir səhv nəticəni tamamilə dəyişə bilər. Özünüz də bilirsiniz ki, riyaziyyatda dəqiqlik ən vacib amildir. Ziba müəllimə, bu düsturu yadda saxlamaq mənim üçün çox çətindir. Aysel, əsas məsələ onu əzbərləmək deyil. Əsas odur ki, bu fənni dərindən anlaya biləsiniz və diqqətinizi tam cəmləyə biləsiniz. Müəllimə, bəs səhv etsək necə? Necə ki, idmanda hər bir saniyənin öz hökmü var, riyaziyyatda da hər işarənin öz mənası var. Amma unutmayın ki, nə idmanda, nə də riyaziyyatda səhv son demək deyil. Ziba xanım pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Həm idmanda əldə edilən böyük uğur, həm də elm sahəsində əldə edilən böyük uğur idi. Bir xanım üçün bu gözəl bir kombinasiyaya sahib olmaq, inanınız ki, çox çətin idi və biz dövrü də nəzərə almalıyıq ki, imkanlar o qədər məhdud idi. Və həmin imkanlar çərçivəsində belə bir gözəl kombinasiyanı ortaya qoymaq, bu heç də hər insana nəsib olmurdur. Buna görə Ziba xanımı biz hər zaman o bizim xatirəmizdə gözəl və dəyərli, vətənpərvər, böyük iradəyə, gücə, əzmə sahib olan bir insan kimi xatırlanacaq. Ziba xanım sonradan məşqçi vəzifəsində çalışdı. Məşqçi çalışdığı zaman da çox az, çox ciddi. Bütün tələbələri ondan necədir, çəkinirdilər və ciddi, ona görə də yaxşı nəticələr əldə edirdi. Ziba xanımın ən sevimli işi idman idi. İdmandan sonra da ki, əlbəttə ki, elm idi. Niyə bunu deyirəm, idman idi? Bir çox elə bilər ki, elm idi. Amma baxın, o dərsliyə pulsuz, heç nəsiz gəlib məşqçi işləyirdi. Yəni, heç bir məvacib almadan. Yəni, o qədər sevirdi ki, öz bildiyi, öz təcrübəsindən bütün gənclərə öyrədirdi. Və o gənclər də sonra yaxşı nəticələr göstərirdilər. Много воспитала хороших спортсменов. В основном девочки у меня были хорошие спортсменки. Барьеры бегали, плюс спринт 100 метров девочки бегали. Она трудолюбивая была человек, поэтому добилась все в жизни. И спорт у нее был на первом месте, а уже после спорта она начала наукой заниматься и добилась больших успехов. Ziba Ələsgərova məşqçi kimi gənc atletlərin yetişməsində də xüsusi rol oynayıb.
Öz biliklərini, zəngin təcrübəsini atletlərlə bölüşüb, onların fiziki hazırlıqları ilə yanaşı psixoloji dözümünü də formalaşdırmağa çalışıb. İdmanda nizam-intizamın, özünə inamın nə qədər vacib olduğunu şəxsi praktikasından nümunə kimi göstərib. Ziba Ələsgərova sonradan bir filmin ərsəyə gəlməsində mühüm ilham mənbəyinə çevrilib. Ssenari müəllifi Həsən Seyidbəyli, rejissor Rasim Ocaqov onun obrazını ekran dilinə uyğunlaşdıraraq tamaşaçıya təsirli və ibrətamiz bir hekayə təqdim ediblər. Ziba Ələsgərovanın prototipi əsasında təqdim olunan Cazibə qüvvəsi filmi ümumilikdə güclü və mübariz qadınların həyat yolundan bəhs edir. Aferin Teymur. İstəsəydim səni ötərdim. Yox, hər şey. Bəs niyə ötmədin məni? Yaxşı düşməzdi. Onların çempionu. Bura bax. Qızcığaz. Mən yarım sürətlə qaçırdım. Mən də. Elə insanlar var ki, illər keçsə də həyatda onların izi silinmir. Əksinə, zaman keçdikcə daha aydın görünür. Onların açdığı yolda yeni ümidlər yaranır, arzudan arzu doğur və zaman-zaman gerçəyə çevrilir. Ziba Ələsgərova da belə şəxsiyyətlərdən idi. Onun həyat fəlsəfəsi bugün yeni nəsillərin həyat yoluna işıq salır. Onlar əfsanəvi atletimizin başladığı estafeti uğurla davam etdirirlər.